Dünyaya belə bir çanta sifariş vermişdim. Yenə gözlədiyim kimi elə balacadır, amma belə yaxşıdır. Mən ümumiyyətlə böyük çantaları sevmirəm. Balaca çantaları xoşlayıram. Amma bundan da balaca təsəvvür edirdim xanımdan. Yəni o dərəcə hazırlıqlıydım, amma yenə də bu normal, çox balaca deyil. Buna da şükür. Mən da belə ölçü istəyirdim. Belə bir, necə deyirlər, tiqırlı çantadır. Bu arada Temuda tiqırlı dəstlər görmüşəm və tiqırlı dəst bir də ayaqqabı. Fikrim hələ də onların üzərindədir ki, onları nə zaman alacağam. Amma yenə də ürək eləyə bilmirəm. Ayaqqabı xüsusən də, yəni razmer problemi olar deyə qorxuram. Həmçinin paltar da qorxuram ki, çünki məndə bir də görürsünüz XL geyinirəm ya da L olur. Ona görə çox bol da qalmağını istəmirəm. Çünki sonra dərziyə verirəm, əlavə rəsodda çıxır. Dar da qalmağını istəmirəm. Ona görə də paltar və ayaqqabını üzr istəyirəm. Paltar və ayaqqabı üçün tərəddüddəyəm. Yəni ona görə sifariş verə bilməmişəm, amma yəni gözüm qalıb da çox gözəldilər. Belə bir çanta sifariş verdim ki, bəlkə nə zamansa o dəstləri sifariş verərəm, ondan götürməyəm. Belə çantanızı göstərək, çantanın içi belə olur. Belə bir, necə deyirlər, ipi var. Hə, mən belə ip gözləmirdim. Bu o qədər yaxşı ip deyil də. Mən fikirləşirdim ki, dəri iplərdən olar, amma çox sadə ipdir. Yəni elə belə ipdir. Onsuz da ki, xanımlar, yəni qiyməti çox ucuz idi. 4 manatlıq çantadır. Bundan nə gözləyə bilərsiniz ki? 4 manat almışam bu çantanı. İçi də belə deyil. Yəni necə sizə deyim, öz qiymətinə uyğun. Belə içi yaxşıdır da, yəni həm kaşlok girər içinə, həm telefon girər, yəni yaxşı bir şeydir. Balaca deyil. Hə, yəni normal bir çantadır, bəyəndim, çox bəyəndim. Çox qəşəngdir. İndi keçək